Rəngi kəhraba kimi sapsarı olsa, mənə görə mürəbbələrin şahı elə gilas mürəbbəsidir. Gilas mürəbbəsi hazırlayanda bu detallara diqqət etsəniz, ideal bir mürəbbə hazırlayacaqsınız. Gilas alanda diqqətli olun ki, saplaqları yaşıl olsun. Yuyub saplaqlarından təmizlədikdən sonra bol buzlu suda tumunu çıxarıb gözlədin. Məndə təmizlənmiş 1 kilo 800 qram gilas var idi. Şirin olduğuna görə 1 kilo 600 qram şəkər tozundan istifadə elədim. 1 stəkan da su əlavə elədim və modda şəkəri ərisin. Gilasları buzlu sudan çıxardıb süzgəclə yaxşı suyunu qurutdum. Qaynamağa başlayandan 15 dəqiqə sonra götürdüm. Qaşıq istifadə eləmədim, sirkələyərək üzərindəki köpüyü tam mərkəzə gətirdim. Salfetlə götürdüm, tamamilə soyuduqdan sonra da 15 dəqiqə bişirdim. Soyuduqdan sonra bankalara yığdım. Buzlu suda soyutdum ki, soyuduqca özünü qaraltmasın. Bişməyinə 2-3 dəqiqə qalmış mixək və limon əlavə elədim. İstəsəniz bir ədəd limonun suyunu da əlavə edə bilərsiniz. Məncə həm görüntüsü gözəl idi, həm də ləzzətli. Mən mürəbbə sevmirəm. Qışda bəlkə də ürəyim istəyən yeganə mürəbbələrdən gilas mürəbbəsi olar. Bəs sizə görə mürəbbələrin şahı hansı mürəbbədir? Rəylərə mütləq ən çox sevdiyim mürəbbənin adını yaz. Bəlkə onda reseptini çəkdim.